Salam əziz abituriyentlər. DİM 20 sınaq toplusunun axırıncı sınağına baxaq. Çəltiyin inkişaf etdiyi ərazilərə aid olan xüsusiyyətlər. Bilirik ki, çəltik əsasən Cənub-Şərqi Asiya, Cənubi Asiyada, Hind-Çin və Hindistan yarımadalarında ən çox becərilir. Sakit Okean sahillərində yerləşən ərazilərdir şərti ola bilər. Cənub-Şərqi Asiyada, Asiya üçün bunu aid eləmək olar. Birinci şərtin verilmədiyi variantları silirəm. İsti və rütubətli ərazilərdə ikinci şərt də doğrudur. İkinci şərtin verilmədiyi variantlarda siləndə 1-2-6 qalır. Çaylar əsasən yeraltı sulara qidalanır şərti səhvdir, əsasən yağış sularla qidalanır. Qara torpaqlar yayılmışdır şərtdə yanlışdır, əsasən qırmızı qonur torpaqlardır. Dünyanın immiqrasiya regionlarındandır şərtdə yanlışdır, çünki orada əhali həddən artıq çoxdur. Ora kənardan əhali o qədər də axın eləməz. Musson iqliminə malik zonadır, şərti də doğrudur. Cənubi və Cənub-Şərqi Asiya musson rejimli ərazidir. Cavab 1-2-6 B variantı. Doğru sıraları müəyyən edək. Mineral ehtiyat, istifadə olunduğu sənaye sahəsi və hasil olduğu ölkələri tapmalıyıq. Dəmir filizi qara metallurgiyada istifadə olunur və Braziliya və Kanadada onun ehtiyatları boldur. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi B və C variantlarını silirəm. Neft yanacaq energetikada istifadə olunur, amma Almaniyada neft yoxdur. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi A variantını da silirəm. Daş kömür yanacaq energetikada istifadə olunur. Cənubi Afrika Respublikası və Rusiyada daş kömür ehtiyatları boldur. Üçüncü şərt də doğrudursa Y variantını da silirəm. Boksit əlvan metallurgiyada istifadə olunur. Avstraliya və Yamaykada bu ehtiyat boldur. Dördüncü şərt də doğrudur. Cavabımız D variantı. Və mis qara metallurgiyada deyil, əlvan metallurgiyada istifadə olunur. Cavab 1-3-4 D variantı. Üçüncü suala baxaq. Uyğunluğu müəyyən edək. Birinci sətirdə verilən faydalı qazıntı polimetal faydalı qazıntısının işarəsidir. Yəni birinciyə 2 və polimetal Azərbaycanda Zaqatala rayonunda hasil olunur. Daha da etsək, Zaqatalada potensial təbii ehtiyatdır. Filiz çay, Kastağ, Mazımçay kimi faydalı qazıntı yataqları var. Birinciyə 2 və C. Birinciyə 2 C olan yalnızca C variantında var. Birinciyə 2 və C. Onda neft ehtiyatını variantımıza uyğun 1B götürərik. 1 neftdir və B Siyəzən rayonunda doğrudur. Sonra üçüncüyə 4D deyək. Bu seolit yatağıdır. Bəli, seolit də 4D verilib və Tovuzun Ağdağ yatağındadır. Üçüncüyə 4D və dördüncüyə 3A desək, bu molibden yatağıdır və Ordubaddadır, Paraqaçay yatağında. Cavab C variantı. Xəritəsində iştiriflənmiş iqtisadi rayonun ixtisaslaşdığı əsas təsərrüfat sahələrini müəyyən edək. Gördüyümüz qədər burada Şəki-Zaqatala iqtisadi rayonundan söhbət gedir. Şəki-Zaqatalada baramaçılıq var, qərzəkli meyvəçilik var, tütünçülük var. Deməli, A variantını götürmək olar. Bakı şəhərinə günəşin şüalarının düşmə bucağı 50 dərəcə olduğu müxtəlif vaxtlarda Roma şəhərinə, yəni 41 dərəcə şimal eninə hansı fəslər müşahidə olunacaq? Bakı şəhəri 40 dərəcə şimal enində yerləşir və əgər 40 dərəcə şimal eninə günəş şüaları 50 dərəcə bucaqla düşürsə, deməli günəş ekvatordadır. Biz bilirik ki, yaz və payız gecə-gündüz bərabərliyi günündə günəş şüalarının düşmə bucağı ilə coğrafi enliyin cəmi 90 dərəcə olur. Yəni 40 dərəcə şimal enində yerləşən Bakıya günəş şüaları 50 dərəcədən düşürsə, deməli günəş ekvatordadır. Ekvatorda günəş olduğu vaxt yaz və payız fəsilləri olur. Burada yaz və payızın verildiyi yeganə variant A variantıdır. Qarabağ iqtisadi rayonunun İranla həmsərhəd olan inzibati rayonunu soruşur bizdən. İqtisadi coğrafi rayonlaşdırma xəritəsindən burada narıncı rənglə verilən Qarabağ iqtisadi rayonunda İranla həmsərhəd olan yeganə rayonun Füzuli olduğunu görmək olar. Azərbaycanın siyasi xəritəsində bu rayonun Füzuli olduğunu görə bilərik. Yəni cavab B variantı. Qanaq əyricə çökəkliyindən Bazar düz zirvəsinə qədər mövcud olan iqlim tipi və yarım tiplərin ardıcılığı müəyyən edək.
Azərbaycan ərazisində formalaşan iqlim tiplərinin xəritəsindən baxsaq görərik ki, Qanı-Xəyrçaydan Bazar düzünə qədər 3 rəqəmi ilə işıq bura keçən mülayim isti, 5 rəqəmi ilə rütubəti bərabər paylanan mülayim isti, 8 rəqəmi ilə bütün fəsillərdə bol yağıntılı soyuq və 9 rəqəmi ilə dağ tundra iqlim tipləri formalaşmışdır. Yəni burada biz ardıcıllığını istəyirsə, işıq bura keçən mülayim isti iqlimi götürə bilərik. Ardından yay bura keçən mülayim isti iqlim orada yoxdur. Yağıntıları bərabər paylanan mülayim isti 5 rəqəmi ilə verilmişdi. 3-ü götürə bilirik. Işıq bura keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərqində var. Yay bura keçən soyuq iqlim Böyük Qafqazın cənub-şərq qurtaracağında var. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipi isə 8 rəqəmi ilə verilmişdi. Cavab 1, 3, 6 D variantı. Azərbaycan ərazisində yerləşən palçıq vulkanları müəyyən edək. A variantında verilən hər 3 vulkan palçıq vulkanıdır. Axtarma Paşalı, Keyrəki və Torağay. Cavab A variantı. Çayın mənbəyində temperatur -3 mənsəbində isə müsbət 21 dərəcə olarsa, bu çayın mənbəyi ilə mənsəbi arasında atmosfer təzyiqini hesablayaq. Öncə verilən temperaturlara görə hündürlük fərqini hesablayaq. Çayın mənbəyində -3, mənsəbində müsbət 21 dərəcə temperatur olarsa, onların arasında 24 dərəcə temperatur fərqi olduğu görülür. 24 dərəcə temperatur isə 4000 metr hündürlük fərqi deməkdir. Belə ki, 1000 metrə 6 dərəcədirsə, 24 dərəcə olması üçün 4000 metr hündürlük fərqi lazımdır. Və 4000 metr hündürlük fərqini təzyiqə çevirmək üçün onu 10-a bölərik. Çünki biz bilirik ki, barik pillə 10 metrə 1 mm civə sütunudur. Deməli, mənbə ilə mənsəb arasında 400 mm civə sütunu təzyiq fərqi formalaşır. Cavab C variantı. Uyğunluğu müəyyən edək. Avrasiya, Şimali Amerika, Cənubi Amerika və Afrika qitələrinə aid olan adaları bizdən soruşur. Avrasiya qitəsinə aid olan adaların siyahısından Sumatranı götürmək olar. Yəni birinciyə A. Birinciyə A yalnızca A və C variantlarına verilib. Deməli B, D və E variantlarını eləmək olar. Şimali Amerika qitəsinə bu verilənlərdən Baffin torpağını və Baham adalarını aid eləmək olar. İkinciyə D-Y. İkinciyə D-Y-nin verildiyi yalnızca A variantını, deməli C variantını silmək olar. Cənubi Amerikaya Falkland adalarını, Afrikaya isə Madagaskar adasını aid eləmək olar. Cavab A variantı. Sxemdəki A və B məntəqələri arasında məsafə miqyası 1 bölünsün 30 milyon olan xəritədə 21,5 cm olarsa, xəritdə bu məsafənin neçə kilometr təhrif olduğunu müəyyən edək. Təhrif məsələlərində biz bilirik ki, bir dəfə dərəcə toruna görə, bir dəfə də miqyasa görə həll edib aradakı fərqi tapırıq. Öncə miqyasa görə hesablayaq. 30 milyon miqyasından 5 sıfır silsək 300 kilometr qalır. Və 300 kilometri 21,5 cm vursaq, cavabımız 6450 kilometr eləyəcək. Bu bizim miqyasa görə məsafəmiz. Və dərəcə toruna görə də hesablayaq. A məntəqəsi 40 dərəcə şimalda, B məntəqəsi isə 20 dərəcə cənubdadır. Yəni aralarında 60 dərəcə var və 1 dərəcəli meridian qövsünə vurulası olsa, bu eləcək 6660 kilometr. Bu iki cavabın arasındakı fərq 210 kilometrdir. Yəni cavabımız Y variantı. Geotermik pillənin kiçik və böyük olduğu ərazilər. Əgər kiçik soruşulursa geosinkronal ərazilər götürəcəyik, böyük soruşulursa platform əraziləri götürəcəyik. Deməli, öncə biz geosinkronal əraziləri götürürük. Bunlardan 2, 5 və 6 rəqəmlə verilən Ant-Kordler və Saktokan odlu qövsü hissələrindən götürə bilərik. Birinci 2, 5, 6-nın verildiyi yalnızca D variantı var. Deməli, 1 rəqəmindən yəqin ki, Ural dağları verilib ya da Şərq Avropa düzənliyi. 3 rəqəmi ilə Ərəbistan, 4 rəqəmi ilə Afrikanın şimalı verilib ki, bunların hər üçü platformadır. Xəritə sxemində ştrixlənmiş təbii vilayətlərin hər ikisində yayılmış landşaft tipini müəyyən edək. Burada gördüyümüz qədər söhbət Naxçıvan və Lənkəran təbii vilayətlərindən gedir və yarımsərə landşaftı Lənkəranda yoxdur. Hər nə qədər də yüksək dağlığında dağ yarımsəraları varsa da, bura quru dağ çölləri daha çox uyğun gəlir və Naxçıvanda da dağ çölləri olduğuna görə burada C variantını götürmək olar.
Dağmeşə landşaftı Naxçıvanda yoxdur, Nival Lənkəranda yoxdur, Alp çəmənləri Lənkəranda yoxdur. Sxemdə hansı iki inzibati rayonun yerini dəyişdikdə Bakı Novorossiysk neft boru kəmərinin keçdiyi inzibati rayonların ardıcıllığı doğru olar. Burada biz Abşerondan Xaçmaza doğru düzgün ardıcılığı düzməliyik və Şabran rayonu ilə Siyəzən rayonlarının yerlərini dəyişsək, düzgün ardıcıllıq tapılar. Yəni cavab 3-4. Bunu müəyyən etmək üçün Azərbaycanın siyasi xəritəsinə baxmaq olar. Dünyanın ən böyük texnoparklarının yerləşdiyi ölkələr üçün səciyyəvidir. Bilirik ki, texnoparklar, texnopolislər elm və sənayenin qovuşduğu ərazilərdə, yəni daha çox inkişaf etmiş ölkələrdə daha çox olar. İqtisadi inkişafın post-sənaye dövrü xarakteridir. Yəni, həmin ölkələrdə əsasən xidmət sahələri üstündür. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Dağ-mədən sənayesi aparıcı sahədir şərti yanlışdır. Biz bilirik ki, inkişaf etmiş ölkələrdə əksəriyyətində, yəni Kanada, ABŞ və Avstraliya kimi ölkələrə çıxsaq, yerdə qalan ölkələrdə demək olar ki, təbii sərvətlər tükənmək üzrədir. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi C variantını da silirəm. Dayanıqlı inkişaf modelinə malik ölkələrdir şərti doğrudur. Deməli, üçüncü şərtdə bizə lazımdır. Deməli, D variantını da silmək olar. Əsasən material tutumlu sənaye sahədə inkişaf etmişdir şərti yanlışdır. Çünki bayaq dediyimiz kimi dağ-mədən sənayesi aparıcı rol oynamır. Ona görə də material tutumlu deyil, elm tutumlu sənaye sahələri daha üstün olur. Dördüncü şərt yanlışdır. Kimya və maşınqayırma sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Şərt də doğrudur. Təbii ki, heç bir inkişaf etmiş ölkənin iqtisadiyyatını bu sənaye sahələri olmadan düşünmək olmaz. Cavab A variantı. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edək. Böyük Britaniya və Norveç üçün uyğun variantları seçəcəyik. İqtisadi inkişafın mövqeyi tarixən gəmçinin inkişafına əlverişli şərait yaratmışdır şərti hər ikisinə aiddir. Yəni, hər iki ölkə, Böyük Britaniya ada, Norveç isə yarımada ölkəsidir və hər tərəfdən demək olar ki, dənizlərlə əhatə olunduğuna görə gəmçilik tarixi inkişaf sahəsidir demək olar. Yəni, üçüncüyə 1. Üçüncüyə 1-in verilmədiyi B variantını, C variantını və Y variantını silmək olar. Köçürmə kapitalist ölkələrin təsərrüfatının formalaşmasına əsas rol oynayıb şərti Böyük Britaniya üçün aiddir. Yəni, Kanada, Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə, belə deyək, iqtisadi inkişafın əsas təkan verici xüsusiyyəti onların köçürmə kapitalist ölkələri olmasıdır ki, bu da Böyük Britaniyadan irəli gəlir. Deməli, birinciyə 2. Birinciyə 2 verilməyən A variantını da silmək olar. Konstitusiyalı monarxiya idarəetmə formasına malikdir şərti hər ikisinə aiddir. Üçüncüyə 3. Ural dil ailəsinə mənsub olan ölkə ilə həmsərhəddir. Bəli, Norveç Finlandiya ilə həmsərhəddir və Finlandiya Fin-Uqor dil ailəsinə, dil qrupuna aiddir ki, bura Ural dil ailəsinə mənsub olan ölkə sayılır. Deməli, ikinciyə 4 və böyük yeddiliyə daxildir şərti də Böyük Britaniyaya aiddir. Birinciyə 5. Yəni cavabımız D variantı. İki tektonik zonadan keçən çaylar. Tərtər çayı Kiçik Qafqaz tektonik qalxmasından başlayır. Kür-Dağraq çökəkliyi tektonik zonasında Kür çayına tökülür. Vəlvələ çayı Böyük Qafqaz tektonik qalxması zonasından başlayır. Ön Qafqaz tektonik çökməsi zonasında Xəzərə tökülür. Biləşçay da Talış dağlarından, yəni Kiçik Qafqaz tektonik zonasından başlayır. Kür-Dağraq çökəkliyi tektonik zonasında Xəzər dənizinə qovuşur. Deməli, cavabımız A variantı. İlin əvvəlində ölkə əhalisinin sayı 10.500.000 nəfər, yəni 10.500.000 nəfər olub. Hər 1000 nəfərə doğulanların sayı 20, ölənlərin sayı 7 nəfərdirsə, deməli 1000 nəfərə təbii artım 13 nəfərdir. Bir ildə miqrasiya hesabına əhali 40.000 nəfər azalmışdırsa, ilin sonunda əhalinin sayını tapaq. Biz əvvəlcə 1000 nəfərə 13 nəfər sxemi ilə 10.500.000 nəfərə əhalinin nə qədər artdığını tapmalıyıq. Və 1000 nəfərə 13, 10 milyona da, 10.500.000-ə də x tənasübünü qurası olsaq, 136.500 nəfərin 1000 nəfərə görə 13 nəfərlə artdığını görmüş oluruq. Və 136.500 nəfər
artım varsa, onun da 40 mini miqrasiya hesabına ölkə xaricinə çıxırsa, deməli 136.500-dən 40 minə çıxsaq 96.500 nəfər qalır. Və 96.500 nəfər artandır. 10.500.000 nəfər də var idi. 10.500.000-in üstünə 96.500 gəlsək, olacaq 10.596.500. Yəni cavab B variantı. Yanlış bəndi müəyyən edək. Karpat dağları, Himalay dağları, Tian Şan dağları, Ural dağları, Alp dağları və Skandinaviya dağlarına aid xüsusiyyətləri seçəcəyik. A variantında 4 və 6, yəni Ural və Skandinaviya dağlarının Kaledon-Herstin dağı əmələ gəlmə mərhələsindən formalaşması soruşulur. Bu şərt doğrudur, ona görə də götürmürük. 1 və 5 rəqəmlərlə verilən Karpat və Alp dağlarının Avropa qitəsində yerləşməsi şərti verilib. Bu da doğru olduğuna görə götürmürük. 1 və 3 rəqəmlərlə verilən Karpat və Tian Şan dağlarının Mezozoy qırışıqlığına aid olması verilib. Karpat dağları da Kaynozoy qırışıqlığında olduğuna görə, yəni Alp qırışıqlığında olduğuna görə bu şərt yanlışdır. Cavab C variantı. 2 və 3 rəqəmləri ilə verilən Himalay və Tian Şan dağlarının mütləq ünlü 7000 metrdən çoxdur şərti doğrudur. Dördüncü variantda bizə lazım deyil, çünki bizdən yanlış soruşulur. 4 və 6 rəqəmlərlə verilən Ural və Skandinaviya dağlarının filiz ehtiyatları zəngin olması da doğrudur və bizə lazım deyil. Fauna və flora növləri ilə zəngin olan əraziləri müəyyən edək. Burada biz 5 rəqəmi ilə ekvator iqlim qurşağı zonasını, 2 rəqəmi ilə ekvatorial və subekvator iqlim qurşağı zonasını, 6 rəqəmi ilə ekvator iqlim qurşağı zonasını götürə bilərik. Cavab 2, 5, 6 D variantı. Ceyrançöl Acınohor fiziki coğrafi rayonunda yerləşən qoruqları müəyyən edək. Ölkəmizin landşaftları, qoruq və milli parkları xəritəsindən baxıb görə bilərik ki, Ceyrançöl Acınohor fiziki coğrafi rayonunda 4-cü rəqəmlə Eldar Oyuğu və Eldar Şamı, 6-cı rəqəmlə isə Türyançay qoruğu göstərilmişdir. Yəni biz burada Eldar Şamı və Türyançay qoruqlarını götürə bilərik. Cavab C variantı. Materik daxili mövqeyə malik olan Afrika ölkələrini müəyyən edək. Biz burada dünya okeanına çıxışı olmayan ölkələri götürməliyik və A variantında Angolanın dünya okeanına çıxışı var. B variantında verilən ölkələrin heç birinin dünya okeanına çıxışı yoxdur. Deməli, belə çıxır ki, biz B variantını buradan götürə bilərik. C variantında Namibiyanın dünya okeanına çıxışı var. D variantında Angolanın dünya okeanına çıxışı var. E variantında Senegalın dünya okeanına çıxışı var. Bunlar mənim yadımda qalan olanlar idi. Digərlərini görmək üçün Afrikanın siyasi xəritəsinə baxa bilərik. 2 ton sudan 30 kg duz alınarsa, su hövzəsinin duzluluğunu müəyyən edək. Biz bunun üçün alınan duzun miqdarını suyu miqdarına bölüb kiloqramla qeyd edə bilərik. Ədədin mində biri də promil olduğuna görə onu minə bölüb duzluluğunu tapa bilərik. Yəni 30 kiloqramı 2 tona bölsək 15 kiloqram eləyir. 15 kiloqramı da qramla ifadə eləyəsi olsaq 15.000 qram eləyir. Onu da minə böləsi olsaq cavabımız 15 promil eləyəcək. Yəni duzluluğumuz 15 promil. Duzluluqla bağlı bir teorimi deyim, yadınıza saxlayın. Əgər su tonla verilirsə, onda duzun miqdarını o suyun tonuna, yəni burada 30-u 2-yə bölüb alınan rəqəmi promil kimi istifadə edə bilərsiniz. 24-cü suala baxaq. Doğru sıraları müəyyən edək. Po çayı İtaliya ərazisindən axır və mənsəbinin yerləşdiyi yerdə zodiaqlı meşə və kolluqlar var. Yəni subtropik iqlim qurşağındadır. Birinci şərt, birinci sıra doğrudur. Lena çayı mənsəbi Rusiyadadır, amma tayqa təbii zonasında deyil, qütb səhraları zonasındadır. İkinci sətir yanlışdır.
İravadi çayı mənsəbi Taylandda deyil, Myanmadadır. San Francisco çayı mənsəbi Braziliyadadır və dəyişkən rütubətli meşələr zonasındadır. 4-də doğrudur. Reyn çayı mənsəbi Niderlandda yerləşir və qarışıq meşələr zonasını təbii zonalar xəritəsindən görmək olur. Yəni 5-i də götürmək olar. Xuanxe çayı mənsəbi Çindədir və Musson meşələrində yerləşir. 6 da götürülə bilər. Ancaq arxadakı cavablarda yalnızca 1, 4 və 6 götürülüb. Ona görə də mən bu suala sual işarəsi qoyuram. Yəni Reyn çayının Niderlandda, mənsəbin Niderlandda olması və qarışıq meşələr zonasında olması mənim tapdığım variantlardan biridir. Cənub yarımkürəsində yerləşən limanlar. Kobe Yaponiyadadır, birinci şərti silirik. Pusan Çindədir, ikinci şərti silirik. Turaban Cənubi Amerikadadır, götürürük. Tampa Şimali Amerikada, Meksika zonasındadır, silirik. Port Hedland Avstraliyadadır, götürürük. Richards Bay Afrikanın cənubundadır, götürürük. Cavab 3, 5, 6. İqlim diaqramının uyğun gəldiyi əraziləri müəyyən edək. Burada görürük ki, temperatur xətti müsbət 20, müsbət 30 arası və yuxarı doğru, yəni iyun, iyul, avqust aylarında daha isti olduğuna görə bu şimal subekvatorial götürmək olar. Eyni zamanda şimal subekvatorialda musson rejimi olduğuna görə yayda rütubət artır, qışda isə azalır. Biz bunun üçün Hindçin yarımadasını, Dekan yaylasını və Orinoco ovalıqlarını götürə bilərik. Çünki adını çəkdiyim hər üç yer şimal subekvatorial iqlim qurşağında yerləşir. Uyğunluğu müəyyən edək. Oğuzlar, Uyğurlar və Qıpçaq dil qruplarına aid olan millətləri soruşur. Oğuzlara aiddir türkmənlər, türkmənlər, Azərbaycanlılar, deməli birinciyə Y. Uyğurlara aiddir özbəklər, ikinciyə C və Qıpçaqlara aiddir Qazaxlar və Qırğızlar. A, D. Tatarlar Bulqar dil ailəsinə aiddirlər. Situasiya suallarına baxaq. Litosfer tavalanın üst mantiyanın yumşaq səthi üzərində üfüqi istiqamətdə hərəkət edir. Bu hərəkət nəticəsində yer qabında iri reyli formaları yaranır. Litosfer tavaları müxtəlif yer qabına malik olduğuna görə bir-birindən fərqlənir. Tavaların hərəkət formalarından biri subduksiyadır. Yəni bir tavanın digərinin altına batması prosesi. Subduksiya prosesinin baş verdiyi ərazilərdə vulkanizm və seismiklik aktivdir. Buna baxmayaraq bu ərazilərdə əhali sıx məskunlaşır və təsərrüfatın müxtəlif sahələri ilə məşğul olur. Mətndə təsvir edilmiş prosesdə iştirak edən litosfer tavalarının xüsusiyyəti və bu proses nəticəsində yaranan reyli formalarına aid 3 nümunə sayaq. Deməli, subduksiya zonası materik və okean tipli litosfer tavalarının toqquşduğu zonadadır. Bunu biz Cənubi Amerika ilə Nazca litosfer tavasının toqquşma zonasında, Sakit Okean və Avrasiya litosfer tavalarının və ya Sakit Okean və Şimali Amerika litosfer tavalarının toqquşma zonasında görə bilərik. Burada deyək ki, biz əgər litosfer tavalarına aid olan xüsusiyyətlər soruşulursa, materik tipli litosfer tavalarında qranit qatının olması, okean tipli litosfer tavasının qranit qatının olmaması xüsusiyyətini deyə bilərik və subduksiya zonası zamanı okean tipli litosfer tavası materik tipli litosfer tavasının altına gömülür. Nəticədə okeanda dərin novlar, materikdə isə hündür dağlar əmələ gəlir. Verilmiş prosesin baş verdiyi ərazilərdə mövcud olan təbii ehtiyatların adını yazaq. Biz burada Cənubi Amerikada Ant zonasında mis yataqlarını və ya əksəriyyət hissələrdə, yəni subduksiya zonasının yaşandığı əksər yerlərdə geotermal enerjini, yəni mineral bulaqların, qeyzerlərin, isti bulaqların formalaşdığını deyə bilərik. Yəni ən azı 2 nümunə kimi misi və geotermalı aid edə bilərik. Verilmiş prosesin baş verdiyi ərazilərdə mövcud olan enerji mənbəyini və bu enerjidən istifadə edən ölçənlər xəritə sxeminə əsasən müəyyən edib yazaq. Biz burada enerji olaraq geotermal enerjini deyə bilərik. Burada biz
Meksikanı, Kamçatka zonasında Rusiyanı, Yaponiyanı qeyd edə bilərik, İslandiyanı qeyd edə bilərik. Bu ərazilərdə geotermal enerjidən, GEOS-dən istifadə olunur.